Hamıya salam. Bugün blok fənləri üçün olan seriyanın ikinci qruplar üçün olan etapını çəkirik. Ülkərlə birlikdəyik. Salam, mən Ülker. Hazırda UNEC İSE'də 3-cü kurs iqtisadiyyat tələbəsiyəm. İkinci qruplar üçün ən maraqlı olanlardan biri də budur ki, yəqin ki, çoxunuz UNEC yazmaq istəyirsiniz, bilmirəm onu. İSE Beynəlxalq İqtisadiyyat məktəbidir. Orada dərslər full ingilis dilində olur. Mən də hazırda ingilis dilində tədris alıram. Bundan əlavə 3-cü kursu Fransada 1 illik mübadilə ilə oxudum, bitirdim, gəldim. İngilis dili, fransız dili dərsləri keçirəm. Bundan əlavə də data analitika kursundan məşğulam ki, bu sahəni öyrənib biznes, data analitik kimi çalışmaq istəyirəm. O zaman suallarınıza keçək. Deməli, Ülkər, sən neçə balla qəbul olmuşdun? Mən tam 613 balla qəbul olmuşdum. 613 bal kifayət qədər böyük bir baldır. Bəs hazırlıqlara nə vaxtdan başlamışdın? Hazırlıqlara blok buraxılışdı. Bloku 10-cu sinifdən başladım. Amma buraxılış 9-dan başlamışdım. Yəni normal olaraq 9-cu sinifdə də buraxılış imtahanımız olur. Onda 3 fəndən gedirdim. Riyaziyyat, Azərbaycan dili, ingilis dili. Amma 10-cu sinifdə sırf bloka fokuslandım ki, yəni burada sıfırdan başlayırıq. Coğrafiya, riyaziyyat, tarix. Və burada mən ingilis dilindən Azərbaycan dilinə getmədim. 10-cu sinifdə yalnız 3 fəndən getdim hazırlığa. Ki daha çox bloka fokuslanım. Yəni çünki blok bilirik ki, 5-ci sinifdən keçdiklərimiz təkrar gəlir. Biraz daha çətin. O baxımdan ay sağ ol. Amma 11-ci sinifdə artıq 5 fəndə də gedirdim. Onda nisbətən daha rahat oldu. Çünki 10-cu sinifdə proqramların çoxunu bitirmişdik. Günlük və həftəlik dərs qrafikini necə qururdun? Sən qururdun yoxsa müəllimlər yönləndirirdi? Özüm qururdum. Yəni müəllimlər daha çox tövsiyə verirdi ki, bəs hər dəfə təzə dərs işləyəndə keçin biraz əvvəldən də işləyin. Təkrar kimi olsun. Amma açığı mən daha çox təzə dərsə fokuslanırdım. Onu necə edirdim? Birinci öyrənirdim ki, mən o nəzəri öyrənim. Yəni oxuyurdum 2-3 dəfə səsli şəkildə. Sonra onu özümə danışırdım, 2-3 dəfə özümə danışırdım. Sonra başlayırdım testlər falan eləməyə ki, təzə dərsə daha yaxşı mənimsin. Bir də hazırlıqlarda həftə sonu sınaqlar olurdu, nə bilim yarışlar falan olurdu. Onun üçün avtomatik təkrar eləməli olurdu deyə. Təkrar o qədər də problem eləmirdi. Bəs hazırlıqların qrafiki necə idi sənin üçün? Yorulurdun, belə dəyişkən idi, yəni yoxsa kurs şəklində fiks saatlarla idi? Mən fərdi deməyim, kursa getmirdim, müəllim yanına getmişəm. Qruplarla idi, yəni belə. Hər gün hazırlığım var idi, amma bir dənə bazar günü boş saxladım ki, yəni o da dincəlmək günüm olsun. Onda amma yaxın, bloka yaxın, buraxılışa yaxın əlavələr salırdı. Elə olurdu ki, 2 dənə əlavə falan olurdu bazar günü. Bəs bu prosesdə, ümumiyyətlə hazırlıq prosesində motivasiyanı qorumaq çətin olmurdu sənə? Bəzən olur da yoruluruq, bezirik, daha oxumaq istəyirəm. Orada nə edirdin ki, nəticəm belə qəşəng oldu? Olurdu çox, amma deyirdim ki, Ülker, biraz da dişini sıx, biraz da sıx, az qalıb. Neçə ildir oxumusan, gəlmisən, bu sondur. Disiplini qoruya bilirdim. Vaxt tez keçir, həqiqətən vaxt tez keçir. Və mən darıxıram o vaxtlar üçün, sən bəs? Mən də hazırlıqlar üçün darıxıram. Hər gün neçə saat dərs oxuyurdun? Hazırlığı saymasaq da belə özün evdə. Belə bir şey edirdim. Bir dənə belə bloknot almışdım. Oraya yazırdım bir falan şeyə, falan saat. Ayırmalıyam bu qədər. Elə yox. Məsələn üçün tapşırıqlarımı yazırdım. Sonra başladım oxumağa. Bir də timer qoşurdum. Sonra məsələn üçün tutaq ki, coğrafiyanı bitirdim, toplunu yazdım, bitirdim. Qabağına dedim ki, buna bu dəqiqə getdi falan. Nəysə elə toplayırdım. 7-8 saat arası gəlib çıxdı. Amma bunun faydasını imtahanda gördün, hə? Vaxtı yaxşı bölə bilir. Çox qəşəng taktikadır. Gərək mən də istifadə edəyəm. Dərsləri əzbərləmirdin də, belə başa düşürəm. Yox. Çünki əzbərlə olmur. Birinci anlayaq ki, onu həll eləyə bilək. Eynən. Bəs sənin üçün hansı fən daha çətin idi və onun üstündən keçə bildin? Alındı yəni. Mənim üçün ən çətin tarix idi açığı. Mən düşünürəm ki, bu biraz müəllimdən asılı bir faktor idi. Tarix fənni. Tarix, hə. Çünki tarixdə məndə qruplarla vaxt uyğunlaşmadı bir müddət sonra. Mən tək davam eləməli oldum. Yəni tək mən idim, bir də müəllim fərdi şəkildə davam eləməli oldu.
O yaxşı bir şey deyil. Çünki qrup olanda istər-istəməz belə sağlam bir rəqabət olur. Aha, Ya daha çox testləri, inteqrasiya olur. ay sağ ol, testləri gəlirsən, müzakirə edirsən ki, belə bir şey var ki, bir şeyi izah edəndə adamın yadında daha çox qalır. Amma məsələn üçün riyaziyyat, coğrafiya oxu baxımından çox yaxşı idi. Amma tarix mənim zəif nöqtəm idi. Bu proses boyunca yuxu rejimini necə idarə edirdin? Yəni neçə saat yatırdın gündə və bu imtahana yaxın dəyişdi bu saatlar? İmtahana yaxın təbii ki dəyişdi. İmtahana yaxın daha çox yatırdı. Orada tərsinə. O mən il boyu oxumayıb axırda alsın sürürdüm. Belə ki, mən normalda gecələr dərs oxuyuram. İndi də elədir, imtahana falan hazırlaşanda gün ərzində yatıram, enerji yığıram, gecələr oxuyuram. Amma buraxılışa yaxın gündüz işləyirdim ki, axşam yatım, normal yuxu alım ki, beyin şoku falan yaşamışam. Mənim üçün ən maraqlı sual. Aha. Sosial şəbəkələri yığışdırmışdın ya da telefonu yoxsa? Telefon məndə idi, yalnız WhatsApp var idi. Aha. Instagram 10-11-ci sinif olmadı, yay tətilində açmışdım. Ümumiyyətcə məktəb vaxtı Instagramı ancaq yayda açırdım. Məncə amma imkan biletlər kimi çox çətindir yığışdırmaq, amma mütləq Özdə yığışdırmaq. o vaxt məsələn bizdə TikTok falan yox Yox idi, idi. rahat. İndi var, TikToka da girəndə adamın özünə çəkir. Ona görə tövsiyə edirəm silin. Silin. Tətildə nə qədər istəyirsiniz baxarsınız yəni. Hə də nə qalıb? Bir dənə şey Sağ qalıb ol. imtahanımıza. Gündə nə qədər test işləyirdin və test işləmək səncə faydalıdır yoxsa oxumaq kifayət edir? Məncə oxumaqdansa test işləmək daha yaxşıdır. Çünki belə bir şey var ki, onsuz suallar toplumdan düşür. Səncə ən faydalı resurs nə idi? Yəni YouTube videoları, qayda kitabları, müəllimlərin danışığı, qrup yoldaşlarla qrup nə idi o vaxt? Qrup yox idi. Hazırlıq yoldaşlarımız. YouTube-a çox o qədər baxmırdım. Məncə indi bilmirəm hazırda, amma məncə o bizdə abituriyentlər üçün çox da faydalı videolar yox idi. Nicat bağışlarda, xaricində. Açığımı bilmirəm. Bilmirdi orada. Hadi oxuyan uşaq belə oldu. Məncə ən yaxşı resurs müəllimdir. Müəllimlərinizdən faydalanın. Nə qədər sualınız varsa falan çəkinməyin, soruşun. Yəni bir şey başa düşməsiniz, 5 dəfə də soruşun. Müəllimlər ən yaxşısı. Bəs bax buraxılış imtahanı verdin. Aha. Gözlədiyin nəticə oldu. Buraxılış nə qədər gəlmişdi? Baxışdan 278. Aha, gözlədiyin nəticə idi. Hə. Onda Gözlədiyimdən də pis çox olmadı da, yəni. Yox. Hə, mən onu soruşdum ki, motivasiyadan düşdün. Qəbula təsir elədi ki, daha rahatlaşdın ya da belə bir O şey. təsir elədi. Yəni məndə həqiqətən çox rahatlıq yarandı ki, buraxılış Yo, mən girmişəm. Əladır. Blokda da belə olacaq falan, amma blok biraz ikinci qruplar sarsıdıcı bir travmalıdır. Bəli. Çətin idi bizim Bəli. elimizdə ikinci blok. Bəli. Və blokdan yanda mən ağlamışdım ki, qəşəng keçmədi. Amma Qorxuluydu. çox pis idi. Amma mən 613-ü birinci blokdan yedim. Aa, İkinci blok, vəbşi pis oldu. ikinci blok daha asan idi. Amma insanda bir tükənmişlik olur axı. Güzel razılaşma. Birinci bloku versən yayın istisində hazırlıqlara getmək, bir tükənmişlik falan. Yəni məncə hazırlığa getməyib ikinci bloka girmək daha yaxşıdır. Bəs iki imtahanı necə paralel apardın? Yəni martda biz imtahan verdikdə bloku aparırdın paralel yoxsa dayandırdın blok hazırlaşmağı buraxılacaq? Xoşa 2 həftə qalmış deyəsən. Bloku dayandırdım, blok fənlərini. Əlavələrə getdim buraxılışa. Sonra bizdə müəllim keçən ilki qəbulları, buraxılışları, sınaqlarını hazırlamışdı hər il riyaziyyat. Sırf onlara fokuslanmışdım, onları işləyirdim. Onlardan düşdü yəni faydalı oldu. Düşdü, hə, onlar çox faydalı oldu. Riyaziyyatım bir dənə səhvim var idi riyaziyyatda, onun sayəsində. Göz muncuğu. Bu həm buraxılış üçün soruşuram, həm blok üçün soruşuram ki, imtahandan bir gün əvvəl dərs oxumaq, oxumamaq söhbəti. İmtahandan bir gün əvvəl qəti heç nə oxumuruq. Aha. Bir gün əvvəl mən blokdan əvvəl də, buraxılışdan əvvəl də şəhərə çıxdım. Səhərdən axşama kimi gəzdim, yəni qəşəng yeməklər falan restoranda. Qəşəng təmiz havada gəzinti və tez yatdım ki, yuxu toplayım. Ona görə səhəri bəs dərs nəsə təkrarlamadın? Yox. Ay David. Qəti elə bir şey Qayda eləməyim. dəftərimlə girmişdim imtahana. Mən o səhvi ikinci blokda elədim. Getməzdən əvvəl dedim ki, qoy açım. Deyəsən, həndəsədən hər hansı bir düstura baxmalıydım. Baxdım ona ki, baxdım. Bildiyim baxdım.
Sonra düşdüm, maşına mindim, getdim imtahana. Hı. İmtahanda o sual düşdü, o düstur tələb olundu və o düstur mənim yadıma düşmədi. O sualı yaza bilmədim. Mən həmişə son anda təkrar elədiyim üçün indiki imtahanlarımda da elə olur bu arada. Onu da yaza bilmirsən. Yox, yaza Yadıma bilirəm, düşmür. yadıma Ha, düşmür. sən yadıma düşmür. Hə, mən təkrar yaxşı təkrar Onu da sən təkrar et. bu mövzuda olan qulaq. Bu mövzu xaricində hansı səhvlər elədin bu proses boyunca? Yəni nəyi tövsiyə eləmirsən onlara? Yenə bayaq dediyim kimi hazırlıqlara qrup şəklində gedin. Sağlam rəqabət mühiti çox vacibdir. Müəllimlərinizdən maksimum istifadə edin. Yəni çəkinmə falan olmasın. Bir də ki, psixoloji dəstək çox vacibdir. İmtahandan bir gün əvvəl hamı yazır ki, uğurlar sənə, sabah sənə inanırıq, hər şey yaxşı olacaq falan. Yəni o mesajları oxumağın özü belə bir stressdir. Adamı strese salır. Gözləyirsən ki, ay Hamı səndən çox. hamı məndən bir gözləntisi var falan. Ona görə bir gün əvvəl telefonu söndürmüşdüm. Yəni çıxıb gəzdim. Maraqlıymış. Telefonu söndürmüşdüm. Uğurlar mesajlarına falan yəni heç birinə baxmamışdım. İmtahandan çıxanda açdım, hamıya bir çox sağ ol falan yazdım. O da Bu əla. yaxşı bir şeydir. Bəs hal-hazırda hazırlaşanlara nə tövsiyələr verirsən? Həmçinin gələcək il 11-ci sinif olacaqlara. Özünüzə inanın. Yəni bu qədər çalışırsınız, oxuyursunuz, əməlinizin qarşılığını 100% görəcəksiniz. Sadəcə vaxt ayırın, disiplinli olun. Yəni açar disiplin. Disiplinlə hər şey olur. Sizdə potensial var, sadəcə potensialı disiplinlə daha da yaxşı ortaya çıxarmalısınız. Əla. Disiplin demişkən, istəyirsənsə Fransa təcrübən haqqında bizə biraz mənə də çox maraqlıdır. Fransa təcrübəm, ondan əvvəl bir şey deyim. Yəni 11-ci sinifdə ballar falan çıxandan sonra açıq qapı günləri olur universitetdə. Bəli. Məsələn üçün UNEK-də olur, ADA-da olur, digər universitetlərdən xəbərim yoxdur. Deyəsən ancaq ikisindədir. Bir də sentyabrın 14-ü olur. Banımda da olur, bu arada Banıma da gedə bilərsiniz. Aha. Mən adaya bir də UNEK-ə gəlmişdim. UNEK-də gələndə onda öyrəndim ki, bəs burada ikili diplom proqramı var, Fransa ilə falan. Mən də yəni onsuz uşaqlıqdan fransız dilinə bir həvəsim olub. Aha. Dedim ki, çox gözəl bir şeydir, mütləq inşallah gedim falan. Ona görə UNEK yazma səbəblərindən biri də Fransa oldu açıqlar. Aha. Sonra artıq ikinci kursda, payızdan mən başladım fransız dili öyrənməyə. İkinci kursda başladın. Aha. Əla. 7 ay falan fransız dili öyrəndim. Yəni sevərək öyrənirdim. A1 olaraq başladın da. Sıfırdan başladım. Bilsəydin başlayardın. Sıfırdan başladım. İndi hazırda yox. Yəni 7 ay içərisində A2-ni bitirdim. Aha. Sonra Fransaya getdim. Fransada mənə çox kömək oldu bu öyrənməyə. Bəli. Çünki orada öyrənməyib gələnlər də var idi. Onlar çox çətinlik çəkirdi. Belə ki, orada əsas fransız dili imtahanı idi. O imtahanı keçməsək, fransız dilini biz verə bilməsək, biz kəsilirdik. Ümumiyyətlə fransızlar heç ingilis dilində danışa bilmirlər. Ancaq Ya da fransız danışmaq dili istəmirlər. danışmaq istəmirlər, bəli. Gündəlik həyatda, adi bir orada sayta girəndə falan, yəni full hamısı fransız dili idi. Ona görə UNEK-in ikili diplomundan Fransaya getmək istəyənlərə məsləhətim odur ki, fransız dili öyrənin. Kömək lazım olsa, mənə də müraciət edə bilərsiniz. Mən hal-hazırda bu dəqiqə qərar verdim. Mən də öyrənəcəm səninlə bir yerdə. Birazdan danışarıq. Hamıya uğurlar arzu edirəm. Hər şey yaxşı olacaq. Özünüzə inanın. Uşaqlar, mən də sizə çox uğurlar arzu edirəm. Növbəti videolarda görüşərik. Qalan videolarda çəkəcəyik inşallah imtahanımıza qədər. Sağ olun. Bay bay, sağ olun.